Evlilik təklifini edib, yox cavabı almamaqda öz əllərinizdədir. Yetər ki, onu təqdim etməyi bacarasınız. Deyəsən, paytaxtın mərkəzində evlilik təklifi edən gənc işini çox möhkəm tuta bilib. Hər cavabı da qaçılmaz olub. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən mövzuya əməkdaşımız Nərmin Adil qızı da nəzər salıb. Bakının mərkəzində hamının Targovi kimi tanıdığı Nizami küçəsində gənc oğlanın sevdiyi xanımı öpərək ona evlilik təklif etməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Daha dəqiq, məlumatda Sergey adlı bəyin sevdiyi Samirə adlı xanıma evlilik təklif edərək sonra da onu hamının gözü qarşısında öpməsi görənləri şoka salıb. Bəyin bir xanıma ictimai yerdə evlilik təklif etməsi normal olsa da ona olan sevgisini öpərək nümayiş etdirməsi qeyri-adi qarşılanıb. Şəkildən də göründüyü kimi ətrafdakı insanların bu hadisəyə qarşı reaksiyası birmənalı olmayıb. Sosiologlar da bunun ayıb, milli mentalitete zid hərəkət olduğunu düşünərək ictimai yerdə belə bir hərəkətin edilməsini normal qarşılamırlar. Sözü gedən fotonu çəkən elə bu şəkildə baş rolda olan gənclər də yazdıqları şərhlərdə etdikləri hərəkətin normal olduğunu bildiriblər. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə isə Sergey və Samirənin sentyabr ayında toy olacaq.